Bismillahirrahmanirrahim. Və salatu və selamu alə mən la nəbiyə ba'dahu. Əziz müsəlman qardaşlarım və bacılarım, inşallah bugündən tövhid qaydaları dərslərinə başlayırıq. Təqribən 200-ə yaxın qaydadır. Və tövhid əhəmiyyətli mövzu olduğu üçün və tövhid Allah Azza və Cəllənin ilk əmri olduğu üçün bizlər tövhid kəlməsinə əhəmiyyət verməliyik. Tövhidi öyrənməliyik. Məhz Allah Azza və Cəllə Quran-ı Kərimdə Peyğəmbər sallallahu aleyhi və səlləmə əmr edərək buyurmuşdur ki, fa'ləm ənəhu la iləhə illallah. Ey Muhammed, la iləhə illallah kəlməsini öyrən. Allah Azza və Cəllə bu kəlməyə görə göyləri və yeri yaratmışdır. Bütün peyğəmbərləri bu kəlməyə görə göndərmişdir. Kitabları Allah Azza və Cəllə bu kəlməyə görə nazil etmişdir. Cənnət və cəhənnəmi bu kəlməyə görə yaratmışdır. Yəni, tövhid kəlməsi ən əzəmətli kəlmədir və Allah Azza və Cəllənin ən əzəmətli əmridir. Və bütün peyğəmbərlərin missiyasıdır tövhid kəlməsini insanlara çatdırmaq. Yəni, bizim yaradılış səbəbimizdir tövhid kəlməsi. Ona görə bu kəlməni öyrənmək və bu kəlməni tətbiq eləmək, bu kəlməni gerçəkləşdirmək hər birimizə vacibdir. İstər müsəlman kişi olsun, istər müsəlman qadın olsun, hər kəsə vacibdir ki, bu kəlmənin əhəmiyyətini öyrənsin. Çünki bu kəlmə ən yaxşı sözdür. Bu kəlmə ən yaxşı zikirdir. Bu kəlmə ən ağır kəlmədir. Ona görə də hər birimiz ilk qayəmiz olan, öncül vəzifəmiz olan la iləhə illallah kəlməsini öyrənməliyik. Və inşallah birinci qayda odur ki, həqiqət-i təvhid huvəl cəm'u beynən nəfi vəl-isbət. Tövhiddə birinci qayda odur ki, inkarla isbatı cəm etməlisən. İstər rubiyyət tövhidində olsun, istər uluhiyyət tövhidində olsun, istər isim və sifət tövhidində olsun, bütün tövhidin üç qismində nəfi ilə, yəni inkarla isbatı cəm etmək mütləqdir. Yalnız nəfi eləsən, yəni inkar etsən, burada tövhid olmayacaq. Və yalnız isbat etsən, inkar etməsən, bu da tövhidin doğru olmayacaqdır. Misal olaraq, yəni rubiyyət tövhidindən biz başlamışıq, yəni ilk qayda rubiyyət tövhidindən olacaq. Misal olaraq, məsələn, la xaliqa illallah. Allahdan başqa yaradıcı yoxdur. Və burada həm biz tövhiddə inkarı cəm eləyirik, inkarla isbatı cəm eləyirik. Yəni, burada biz inkar edirik ki, Allahdan başqa yaradıcı yoxdur və isbat edirik ki, yaradıcı yalnız Allah Azza və Cəllədir. Əgər biz belə desək ki, la xaliq, yəni yaradıcı yoxdur, bu inkardır və bu da tövhid sayılmır. Və yaxud desək ki, Allah huvəl xaliq, Allah yaradandır, burada da tövhid doğru olmur. Çünki Allah yaradandır deməkdə başqa yaradıcının olmamasını inkar etməməkdir. Yəni biz deyəndə ki, Allah yaradandır, ola bilsin ki, bu kəlmədən elə başa düşülür ki, Allahdan başqa yaradıcı vardır. Ona görə tövhiddə ilk qayda odur ki, inkarla isbatı cəm edəsən. Yəni, belə deyək, deyirsən ki, la xaliqa illallah, Allahdan başqa yaradıcı yoxdur. La məlikə illallah, Allahdan başqa mülk sahibi yoxdur. La mudabbira illallah, Allahdan başqa işləri səhmana salan yoxdur. Və burada sən rubiyyət tövhidində inkarla isbatı cəm etmiş olursan. Və bilək ki, əziz qardaşlarım və bacılarım, tövhiddə ilk qayda odur ki, inkar və isbat etməliyik. İkinci qayda odur ki, tövhiddə tövhid əsasul əməl və asluhu. Tövhid əməlin əsası və əslidir. Yəni, bu o deməkdir ki, tövhidsiz heç bir əməl qəbul olunmur.
Yəni, bir şəxsin əməlinin qəbul olunması üçün tövhid mütləqdir. Allah Azza və Cəllə bu kəlməni bizdən tələb eləyir. Və bu kəlməni biz isbat etməsək, bu kəlməni gerçəkləşdirməsək, Allah Azza və Cəllə bizim heç bir əməlimizi qəbul etməyəcəkdir. Əksinə əməllərimizi toz dənəciyinə çevirəcəkdir. Və bu xüsusda Allah Azza və Cəllə Furqan surəsinin 23-cü ayəsində buyurur ki: "Və qadimnə ilə mə amilu min amalin fəcəalnahu haba'an mansura." Allah buyurur ki, biz onların əməllərinə baxdıqdan sonra onların əməlin toz dənəciyinə çevirdik. Yəni onların əməlin haba'an mansura etdik. Əli ibn Əbi Talib radiyallahu anhu bu ayənin təfsirində buyurur ki, haba'an mansura o deməkdir ki, günəş şüasında görsənən toz dənəcikləri. Və bu toz dənəcikləri kölgədə görsənmir. Yalnız günəş şüası düşərkən görkənən toz dənəciklərinə haba'an mansura deyilir. Yəni Allah Azza və Cəllə tövhidsiz bütün əməlləri toz dənəciyinə çevirir. Hətta görsənməyən toz dənəciklərinə çevirir. Görün ki, əziz qardaşlarım, Allah Azza və Cəllə tövhidə nə qədər Allah Azza və Cəllə əhəmiyyət verir. Və Allah Azza və Cəllə bu ayədə bəzi insanların əməllərini isbat edir. Və buyurur ki, biz onların əməllərinə baxdıq. Əməllərinə baxdıqdan sonra Allah Azza və Cəllə onların əməlin toz dənəciyinə çevirir. Yəni Allah Azza və Cəllə burada onların əməllərin, ictihadların, səylərin isbat edir. Və lakin Allah Azza və Cəllə qəbul etmir. Ona görə əziz qardaşlarım, tövhiddə ikinci qayda odur ki, tövhid əməlin əslidir. Yəni tövhidsiz heç bir əməl qəbul olunmur. Ona görə də əməl edərkən ilk öncə tövhidə diqqət etmək lazımdır. Çünki tövhid sənin əməllərinin qəbul olunması üçün səbəbdir. Həmçinin Allah Azza və Cəllə Kəhf surəsində buyurur ki, "Qul həl nunabbiukum bil əxsərinə a'malə." Ey Muhammed, sənə xəbər verimmi əməlləri baxımından ziyana uğrayanlar haqqında? Allah buyurur ki, ey Muhammed, əməl edib, yəni yaxşı əməllər edib və bu əməllərə görə ziyana uğrayanlar haqqında sənə xəbər verimmi? Hansı ki, o şəxslər "Əllezina dalla sa'yuhum fil hayatid dunya və hum yahsabuna annahum yuhsinuna sun'a." Hansı ki, Allah Azza və Cəllə onların səylərini batil etmişdir. Yəni əməllərini batil etmişdir. Yəni dünyada nə qədər əməllər ediblər, Allah buyurur ki, mən onların əməllərini batil etdim. Və onlar elə hesab edirdilər ki, onlar yaxşı əməllər edirlər, salih əməllər edirdilər. Onlar düşünürdülər ki, bunlar ən yaxşı insandılar, Allaha ən yaxşı ibadət edənlərdilər, Allaha ən yaxın olanlardılar. Amma Allah Azza və Cəllə Kəhf surəsində xəbər verir ki, bunlar, bu şəxslər əməlləri baxımından ən çox ziyana uğrayan şəxslərdir. Hansılar ki, Allah Azza və Cəllə onların bu dünyada etdikləri əməlləri batil edir. Ona görə əziz qardaşlarım, tövhidə diqqət etmək lazımdır. Və ikinci qayda olaraq bilmək lazımdır ki, tövhid əməlin əsası və əslidir. Bu qaydaları öyrənmək lazımdır. Və bütün əhl-i sünnə imamları hamısı icma etmişdir ki, əməllərin qəbul olması üçün səhih tövhid olmalıdır. Düzgün tövhid olmalıdır. Nə qədər əməl edirsən et, nə qədər salih əməllər edirsən et, nə qədər ibadət edirsən et, əgər sənin tövhidin səhih deyilsə, bil ki, Allah Azza və Cəllə sənin əməllərini qəbul etməyəcəkdir. Üçüncü qaydamız, əziz qardaşlarım, odur ki, tövhiddə tövhid əvvəl vacibin və əxiru vacibin. Tövhid ilk və son vacibdir. Deməli, əziz qardaşlarım, tövhiddə qaydaları təkrarlayaq. Birinci qayda odur ki, tövhiddə inkar və isbatı cəm etməliyik. Birinci qayda budur. İkinci qayda odur ki,
tövhid əməlin əsası və əslidir. Üçüncü qayda odur ki, tövhid ilk və son vacibdir. Ona görə tövhid ilk vacibdir ki, əziz qardaşlarım və bacılarım, bir insanın İslam'a daxil olması üçün tövhid kəlməsini söyləməsi mütləqdir və vacibdir. Bir insanın müsəlman olması üçün bu kəlməni, yəni kəlmə-i tövhidi söyləməsi vacibdir. Və bu haqda Peyğəmbər sallallahu aleyhi və səlləmin Buxarıda keçən hədisi vardır. Hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, əmr olundum ki, umirtu ən uqatilən nəs həttə yəşhədu ən la iləhə illallah. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, əmr olundum ki, insanlarla vuruşum bu kəlməni söyləmədikcə. Yəni, bu kəlməni söyləmədikdə Peyğəmbər sallallahu aleyhi və səlləm əmr olunub ki, insanlarla vuruşsun. Çünki bu kəlmə ilk vacibdir. Və ona görə də bizlər xəlifələrin həyatına baxdıqda, həm sahabələrin dövründə, həm tabinlərin dövründə, həm ətbə tabinlərin dövründə və sonraki xilafət dövlətlərinə baxırıq, Abbasilər, Osmanilər və s. dövlətlərə baxırıq ki, bunlar hər il səfər edilmişlər bu kəlməni insanlara çatdırmaq üçün. Və bu, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətidir. Və bizlər də bu ilk vacib olan la iləhə illallah kəlməsini öyrənməliyik və bilməliyik. Və bilməliyik ki, bu mühüm bir məsələdir. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur ki, mən qalə la iləhə illallah. Kim la iləhə illallah kəlməsini söyləyərsə və kəfərə bimə yu'bədu min dunillah və Allahdan qeyri-ibadət olunan hər bir şeyi inkar edərsə, hurimə məluhu və dəmuhu və hisabuhu alallah. Və deyir, onun malı haram olar, qanı haram olar və onun hesabı Allaha qalar. Yəni, bütün, belə deyək, alimlər icma etmişdir ki, tövhid kəlməsi ilk vacibdir və ən mühüm məsələlərdir. Yalnız bidət əhli olan, kəlam əhli olan, mötəzilələr kimi, cəhmiyyələr kimi, əşarilər kimi, bu məzhəblərdən olan bəzi elm əhli söyləmişlər ki, ilk vacib şəkdir və yaxud nəzərdir, nəzər etməkdir, yəni aləmə nəzər edirsən və yaxud tədəbbür edirsən və yaxud düşünürsən. Yəni, belə fərziyyələr irəli sürmüşlər, hansı ki, bunların fərziyyələri Qurana və Peyğəmbər sallallahu aleyhi və səlləmin etdiklərinə müxalifdir. Nəinki Peyğəmbər sallallahu aleyhi və səlləmin bütün Peyğəmbərlərin əməllərinə müxalifdir. Bunlar deyirlər ki, ilk vacib odur ki, gərək şəkk eləyəsən. Yəni, Allahın varlığına şəkk edəsən və yaxud nəzər edəsən, düşünəsən, tədəbbür edəsən, Allahın varlığını isbat edəsən. Və bunlar batil qaydalardır və bizlər deyirik ki, ilk vacib la iləhə illallah kəlməsidir. Yəni, tövhid ilk vacibdir. Və bu haqda, məsələn, Quran-ı Kərimə baxdıqda görürük ki, bütün peyğəmbərlər insanlara tövhidi əmr etmişlər. Necə ki, Nuh əleyhissalam gəlir qövmünə deyir ki, "Ubudullah mə ləkum min ilahin qeyruhu." Allaha ibadət edin, sizin ondan başqa haqq ilahınız yoxdur. Həmçinin Şüeyb və digər peyğəmbərlərin hamısı gəlib qövmlərinə əmr etmişlər ki, yalnız Allaha ibadət edin, sizin ondan başqa haqq ilahınız yoxdur. Və bu, bütün peyğəmbərlərin sünnətidir. Yəni, tövhid, əziz qardaşlarım, ilk vacibdir və son vacibdir. Yəni, sonda da tövhid kəlməsini söyləmək vacibdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, mən kənə əxiru kələmihi la iləhə illallah daxaləl cənnə. Rasulullah sallallahu aleyhi və səlləm buyurmuşdur ki, kimin son kəlməsi la iləhə illallah olarsa, cənnətə daxil olar. Yəni, tövhid ona görə ilk vacibdir ki, müsəlman olasan və son vacib odur ki, cənnətə daxil olasan. Və buna görə də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizlərə əmr etmişdir ki, can verənlərə la iləhə illallah tövhidin təlqin edək. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur ki, ləqqinu mavtakum la iləhə illallah. Ölülərinizə, yəni ölüm ayağında olanlarınıza la iləhə illallah kəlməsini təlqin edin. Təlqin edin ki, onlar bu kəlməni
deyərək dünyadan köçsünlər. Həmçinin başqa bir hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur ki, "Mən mətə və huve ya'lemu ennehu la ilahe illallah dəxaləl cənnə." Kim deyir, la ilahe illallah kəlməsini bilərək söyləyərsə, la ilahe illallahın mənasını bilərsə, la ilahe illallahın anlamını bilərsə və bu kəlməni söyləyərsə, o şəxs deyir Peyğəmbərimiz sallallahu aleyhi və səlləm cənnətə daxil olar. Ona görə əziz qardaşlarım, tövhid ona görə ilk vacibdir ki, müsəlman olasan və son vacibdir ki, cənnətə daxil olasan. Və biz bu günləri tövhidin 3 qaydasını keçdik. Birinci qayda odur ki, tövhidin ilk qaydası odur ki, inkarla isbatı cəm etmək mütləqdir. İkinci qayda odur ki, tövhid əməlin əsası və əslidir. Üçüncü qaydamız odur ki, tövhid ilk vacib və son vacib. İnşallah növbəti dərslərimizdə 4-cü, 5-ci, 6-cı qaydalarımızı inşallah keçəcəyik. Allah bizi eşidir, faydalardan etsin. Subhanakallahumma bihamdik, əşhədu en la ilahe illa ent, əstəğfiruka və etûbü ileyk.